Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünün parlaq səlnaməsini, zəfər ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönətmək məqsədinə xidmət edirdi. Dövlət başçısı savaşı elmlə qazandığımızı dünyaya nümayiş etdirdi. Həqiqətən, 90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə qəfil yaxalanmaları idi. Onlar vahid qüvvəyə çevrilə bilməmişdilər. Elmi səfərbərlik yalnız Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlandı. Heydər Əliyevin Sovet dövründə Azərbaycan elminin formalaşması və inkişafındakı misilsiz rolu onu təkrar hakimiyyətə gətirən qanuna uyğunluq və sonraki uğurların əsasını təşkil elədi. 93-cü ilin sentyabrın 21-də akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini nümayiş etdirdi. Ulu Öndər, elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı. Sovetlərin iflasından sonra Azərbaycan elmi çox ağır vəziyyətə düşmüşdü. Elmi institutların zəifləməsi, alimlərin dövlət siyasətindən kənar düşməsi, strateji elmi biliklərin müdafiə sisteminə inteqrasiya edilməməsi məğlubiyyətimizdə az rol oynamadı. Əvəzində ermənilər Sovet dövründən qalan elmi intellektual kadr şəbəkəsini daha çevik şəkildə istifadə etdilər. Fərqin simvolik nümunəsi kimi Marshal Baqramyanın 2-ci Dünya müharibəsindən sonra İrəvandan yüzlərlə gənci hərbi məktəblərə yönətməsi tarixi faktdır. Kadr potensialı və Kremlin himayəsi 90-cı illərdə ermənilər üçün həlledici üstünlüklər yaratdı. Vətən müharibəsindən sonra isə Ermənistan prezidenti alim Armen Sarkisyan deyirdi: biz elmi uğurlarımızı itirdik və Azərbaycana məğlub olduq. Son 30 illik dövlətçilik dövrü elmi müdafiə qabiliyyətinə çevrilməsi, xüsusilə tarix, hüquq və informasiya elmində gücümüzün artması ilə düşmənə təsirli zərbələr vuruldu. Ulu Öndərin siyasi kursunun və dövlətçilik fəlsəfəsinin varisi kimi İlham Əliyevin prezidentliyi dövründə elmin inkişafına konseptual baxış yalnız bilik qazanmaq deyil, xalqımızın müharibəyə intellektual və ideya siyasi cəhətdən hazırlanması, gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərilməsi 1970-80-ci illərdəki siyasətin davamı idi. Beləliklə, prezidentin çıxışı qələbəmizin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi intellektual müstəvidə qazanıldığının nümayişi idi. İlham Əliyev zəfərin həndəsi dilindən desək, 3 ölçülü fəzada əldə olunduğunu göstərdi. 3 ölçü: yeraltı sərvətlər, iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft, qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası ölkənin hərbi siyasi qüvvəsinə çevrildi. Yerüstü güc, insan kapitalı, mühəndislik və tətbiqi elmlər, Vətən müharibəsinin əsas dayağı olan yüksək hazırlıqlı zabit korpusu, coğrafi və relyef analizləri, kəşfiyyat sistemləri və ağıllı döyüş taktikaları əslində elmi biliklərin orduya inteqrasiyası deməkdir. Göylərdəki gücümüz isə pilotsuz uçuş aparatları, raket sistemləri və texnoloji üstünlük oldu. Azərbaycan ordusunun son nəsil PUA sistemləri, ağıllı raket texnologiyaları, koordinasiya və hədəf seçmə alqoritmləri, radioelektron mübarizə vasitələri məhz milli mühəndislərin, analitik mütəxəssislərin, hərbi texnoloqların hazırlığı elmi biliklərin birbaşa nəticəsi idi. Prezidentin müharibəni yalnız texnika deyil, Azərbaycan oğullarının zəkası qazandığı məntiqi ilə məhz həmin reallığı ifadə edən parlaq fikirdir. Bir sözlə, Heydər Əliyevin elm siyasətinə dönür, həm də süni intellekt və rəqəmsallaşma, kiber təhlükəsizlik, tariximizin dərindən öyrənilməsi və dilimizin coğrafiyasının statusunun genişləndirilməsi prezidentimizin alimlərimiz qarşısında qoyduğu mühüm və yeni vəzifələrdir. Bəli, elm milli təhlükəsizliyin ayrılmaz hissəsidir. 21-ci əsr dron və süni zəkanın hökmranlıq edəcəyi 100 ildir. Gələcək ABŞ laboratoriyalarında yazılır deyən Amerikalı prezidentlər ölkəsinin gücünün
əsas qaynağını göstərirlər. Təəssüflər olsun ki, Vətən müharibəsindən sonraki 3 il zəfərimizə elmi tövbələr vermək əvəzinə işğal dövrünün təəssüfkeşliyini çəkən, qalibiyyətə düşmən münasibəti göstərən, vassallıq və təbəli ruhu ilə başqa paytaxtlar qarşısında öhdəlik götürən keçmiş dönük rəhbərliyin əməlləri ilə yadda qaldı. O dövrdə AMİA adı, qalmaqallı vəzifə təyinatları və daxili çəkişmələr, siyasi güc göstərişinə xarici dəstəkli cəhdlər, kəşfiyyat planlarının gerçəkləşməsi, nəhayət ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitlərinin talan edilməsi ünvanına çevrildi. 44 günlük müqəddəs savaşımızı beynəlxalq elmi platformalara çıxarmaq əvəzinə dövlətimizə edilən qəsdlər tam miqyası ilə indi üzə çıxır, imperiya həsrəti və xarici orduların əli ilə hakimiyyət planları quran, işğal partiyası ilə ittifaqa girənlər mühakimə olunurlar. Hakimiyyət kimi elmimiz də təmizləndikcə, milliləşdikcə suverenliyimiz güclənəcək. Lakin ölkəmizi qalibiyyət yolundan döndərmək mümkün deyil. Bəli, 21-ci əsrin savaşını dahi Nizami 900 il əvvəl parlaq şəkildə ifadə edib. Onun aforizmi xalqımızın elmə, biliyə verdiyi önəmin sübutudur. Lakin mövcud dünya nizamının təməllərinin dağılması, yenisinin yaranmaması, sosial-siyasi elmlər qarşısında çətin suallar qoyur. Demokratiyaların içərdən eroziyaya uğraması, sağçı və solçu populizmi, ekstremist və islamofob hərəkatların kəskin şəkildə artması bir faktdır. Beynəlxalq təhlükəsizlik böhranı, Qəzza fəlakəti fonunda zəfərimizin legitimliyinin 8 avqustda Vaşinqtonda təsdiqlənməsi, tariximizdə ilk dəfə erməni məsələsinin dinç yolla coğrafiyamızdan kənara çıxması, böyük qayıdışla doğma torpaqlarına dönən 10 minlərlə insanımız həm siyasi, həm də sosial elmlər üçün yeni, qalib 100 ilə keçid yaradır. Son 10 illərdə dövlətin elmlə bağlı siyasətinə dair qəbul edilən konsepsiya, qanun və proqram, o cümlədən qərarların önəmini vurğulamaqla yanaşı, onlardan yalnız birini 2009-15-ci illərdə elmin inkişafı üzrə milli strategiyada həqiqətlərin tanınması və hədəflərin düzgün qoyulmasını xüsusi qeyd etmək istəyərdik. Sənəddə deyilir, sitat, elmi mühit müasir dövrün tələblərinə tam cavab vermir. Gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə maraq azalıb, cəmiyyətdə elmin və alimin nüfuzu zəifləyib, elmi tədqiqat müəssisələrinin sayı 98-ci ildə 105 olduğu halda 2008-ci ildə 97-yə enib. Müxtəlif elm sahələrində 30 yaşadək və 30-40 yaş arasını təşkil edən gənclik yaş həddində olan elmlər namizədlərinin sayı orta səviyyədən də azdır. Elmlər doktorları və elmlər namizədlərinin yaş tərkibi təhlükəli həddə çatan qocalma tendensiyasından xəbər verir. Elmi təşkilatların əsas fondlarındakı avadanlıqların yaşı 20 ildən artıqdır. Bir daha bildiririk ki, sözü gedən sətirlər ölkə başçısının imzaladığı mühüm dövlət proqramından iqtibasdır. Bəs son statistikalar necədir? Biz indi qələbəmizin növbəti hədəfləri üçün belə strategiya yazmışıqmı? Alimlərimizə yeni milli ideologiyanın formalaşmasında əsas qüvvə kimi çağırış edən ölkə rəhbərinin gözləntiləri doğrulubmu? Yeni zəfər elmi konsepsiyası hazırlanıbmı? Elmimizdən söz düşəndə maliyyələşmə ən çox müzakirə olunan mövzuya çevrilir. Problemlərin səbəbi kimi göstərilir, müqayisələr aparılır. Ərazi və əhalicə eyni olduğumuz Avstriyada 24-cü ildə elm xərcləri 16 milyard avro, yəni ÜDM-in 3,4% olub və tədqiqat intensivliyi baxımından rekord göstəricidir. Ölkəmizdə son ÜDM-in 0,5% arasında elmə vəsait xərcləndir. Ümumilikdə səciyyələnsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. 2020-ci ildə elm xərclərinə 193 milyon manat ayrılıb, 2024-cü ildə isə 197 milyon manat vəsaitə çatıb. Bununla yanaşı, əvvəlki illərdə elmə ayrılan maliyyənin bir qisminin elmin inkişafı fondu tərəfindən xərclənməyib, geri qaytarılması da geniş müzakirə mövzusu olub. Lakin elmin inkişafında maddi maliyyə məsələsini insan və düzgün idarəçilik amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur. Narahatlıq doğuran daha bir hal, ölkədə qalaraq beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 24-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. Beyin köçü, intellektual miqrasiya 39,7%,
Eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları 38,9%, həmçinin alimin imici 34,6% əsas problemlər sırasında vurğulanıb. Elmi ideyalar texnoloji inqilabın mühərrikidir. Azərbaycanda Harvard təhsilli məmurlar, yüksək ixtisaslı kadrlarımız var. Eyni zamanda Səlcuq Bayraqdar kimi MTA bitirən Azərbaycanlının qayıdıb ölkəmizdə elə həmin o texnoloji mühit şəbəkəsini yaradacağına inanırıq. Dünya şöhrətli Lütfüzadə örnəyi, Google-da çalışan Tural Bədirxanlı, NASA-da işləyən Azərbaycanlılar, ali təhsil sayəsində model kimi tanınan ADA Universitetimiz var. Texnofestin təşkili prezidentin 100 minlərlə gənc üçün Bayraqdarın simvol, ideal kimi görməsinin nəticəsidir. Onun üçün də orta məktəblərdən kompüter və informasiya texnologiyalarından başlamaq ən düzgün yoldur. Müqayisə üçün 21-ci ildə Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə çərçivə proqramı Horizon Europe-un fəaliyyətə başlamasından keçən dövrdə İspaniya qurumları R&D üçün, yəni Research and Development üçün layihələrə 4 milyard avro vəsait qazanıblar. İqtisadi inkişafla məşğulluğun artımı elm və innovasiyaya ən böyük sərmayə ki, necə qoyulub onunla paraleldir, üstə düşür. Ölkəmizdə müstəqillikdən sonra elmin idarəçiliyi üzrə nazirlik artıq mövcuddur. Cəmiyyət elmi tədqiqat institutları və universitetlərdən big datalar, süni intellekt, 5G texnologiyaları, dronlar, sosial robotlar və elmi inqilab xəbərlərini gözləyir. Əlbəttə, uğurlar da inkar edilməzdir. 24-cü ilin ilk 8 ayında Azərbaycanlı alimlərin Scopus elm-metrik verilənlər bazasında dərc etdikləri məqalələrin sayı 1800-dən 2382-yə yüksəlib. Lakin 2017-ci ildə verilən rəsmi maraqlı açıqlama, fəlsəfə doktoru proqramını bitirənlərin 13%, elmlər doktoru proqramlarını bitirənlərin isə 11% dissertasiyanı vaxtında müdafiə edə bilib. Bəyanatın 25-ci il üzrə göstəriciləri açıq mənbələrdə olsaydı, elmimizdə nəsillər arası varisliyi və elmlər doktoru hazırlığın hər ilə düşən sayını təyin etmək mümkün olardı. Digər bir məqam, elmi tədqiqat təşkilatlarının %90-ı paytaxtda yerləşir və bu deməkdir ki, infrastruktur qeyri-mütənasib paylanır. Dünyada elmi tədqiqatların böyük hissəsi qrantlar hesabına aparılır, amma alimlərimiz qrant almaqda çətinlik çəkir. Səbəb elmi işlərin keyfiyyətinin beynəlxalq tələblərə tam cavab verməməsi və xarici dil biliyinin kifayət qədər olmamasıdır. Tədqiqat institutlarında texniki baza, müasir laboratoriya ya da arxiv, kitabxana təminatı, elmi işlərin mövzu seçimi, beynəlxalq elmi inteqrasiyanın zəifliyi, konseptual və ideoloji savaş, obyektivlik yoxsa milli ideoloji yanaşma dilemması, yaxud jurnalların sayı, onun əhatə dairəsi də vurğulanan problemlər sırasındadır. Yekunda bir daha vurğulayaq ki, Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, zəfər qazanan tək ölkə kimi onun elm siyasətindən də yaralana bilər. Elmdə də zəfər qazanmaq, ərazi bütövlüyümüz kimi ölkəmizə texnoloji suverenlik gətirəcəkdir. İndi missiya şanlı ordumuzdan Milli Universitet və Tədqiqat institutlarının elm adamlarının üzərinə qoyulur. Elmdə də gənc xüsusi təyinatlılar bilik şüşasını qazanacaqlar. Diqqətinizə görə sağ olun.